Hamınıza salam dostlar, mən Fatimə. Bugün sizinlə bərabər açıqlamadan da gördüyünüz kimi neçə vaxtı gözlədiyiniz sual-cavab videosu 2-ni çəkirəm. Deməli, namı dəyər qutumuz. Bu qutunu bu arada mənə anam hədiyyə eləmişdi. 8 yaşımda, burada da 8 yaş və adım yazılır. Çox sevirəm bu qutunu və saxlamağı da düşünürəm. Deməli, artıq mən bir ildən bir sual-cavab videosunu çəkmək istəyirəm. Ona görə də yəni artıq sual-cavab videolarımda bir ildən bir atacağım sual-cavab videolarında bunu görə bilərsiniz. Deməli, onda bismillah eləyək. Bu arada bunu da demək istəyirəm ki, neçə vaxt videolarında demək istəyirəm, amma deyə bilmirəm. Bilirsiniz ki, Ramazandır və Allah hər birimizin tutduğu orucları qəbul eləsin. Mən də dahil olmaqla, çünki mən də oruc tuturam. Yəni bunu da demək istədim. Bu arada videoya keçməmişdən qabaq bunu da demək istəyirəm ki, əgər mən sizin qabağınıza 1-2 dəfə çıxmışamsa, deməli artıq sizin diqqətinizi çəkirəm və sizin maraq dairənizdəyim. Onda abunə olun ki, mən sizin qabağınıza daha çox çıxım. Videonun sonlarına yaxın da başqa şeylər deyəcəm. Şansım düşdü yerə, onu götürəcəm. İlk bismillah eləyək. Deməli, hansı idman növünü daha çox sevirsən? Növünü sevirsəndir. Növünü sevirsən. Mən voleybola qarşı mənim voleybol çox sevirəm. Mən voleybolu həqiqətən çox sevirəm və yaxşı da oynayıram. Bu neysə, bu kağız məni sevmədi deyəsən, bu ancaq düşür. Bu arada bunu da demək istəyirəm ki, gördüm ki, çox az adam yorum yazıb, yəni maraqlı suallar var. Ona görə də özümdə daha çox sual əlavə elədim. Digər sual-cavab videomdan da dəyişə biləcək, nə deyirlər? Dəyişə biləcək xüsusiyyətlərimi, dəyişə biləcək özəlliklərimi götürdüm və yenə də yəni burada keçən ilki suallardan ola bilər. Bu çox tez çıxdı. Özümdən sonra sevdiyim 7 YouTuber. 7 biraz çox olub, amma həqiqətən mən sevirəm. Deməli, başlayayım. Məncə başlayayım. Bu arada xahiş edirəm, heç kim, yəni mənim baxdığım YouTuberlarla məni linçləməsin. Çünki bu mənim öz qərarımdır və bunlar mənə daha səmimi gəlir, düz demirəm. Yəni mən də sizin durub linçləyə bilmərəm ki, siz niyə başqa adıma baxırsınız? Yəni o maraqsızdır falan. Bu mənim seçənəklərimdir, düz demirəm. Ahmetcan Dündar, Feride Özdinç, Sıla Dündar, sonra Melih Yıldırım, Sıla Beyoğlu, Rukiye Çetinkaya, bir də Azərbaycanlı var, axırda Ayka 14 çox qəşəng videolar çəkirlər, hər biri. Hər birinə də bəyənirəm. Biri bu arada axırda dediyim Azərbaycanlıydı. Azərbaycandan başqa hansı ölkələri gəzmək istəyərsən? Mən 3 ölkəni gəzmək istəyərəm. Paris, yəni Fransa, Dubay, Türkiyə. Bunlar. Ən sevdiyin kuzenin. Bu arada bunu açıqlığa gətirmək istəyirəm ki, bir dənə deməyəcəm. Çünki keçən dəfə mən sadəcə Suqranın adını demişdim və Şəms mənə qırılmışdı ki, sən məni sevmirsən. Xeyr, buradan ikinizi də çox sevirəm, Suqra və Şəms. Neçənci sualdır? 1, 2, 3, 4, 5-ci sualımızı açırıq. Ən sevdiyin meyvə, alça. Çox tez bilirəm, amma alçadır. Mənim ən sevdiyim meyvə alçadır. Bu arada bunu da demək istəyirəm ki, yeni abunələrim, kanalıma xoş gəlmişsiniz, bir daha deyim bunu. Yəni, əgər gördünüz ki, burada məsələn mənim doğum günümdür və s. başqa özəl anlarımdır falan, çox qoymamışam. Əlbəttə ki, tarixləri falan çox qoymamışam, çünki yoxdur heç tarix. Onu keçən dəfəki videodan, yəni bir il bundan qabaqki sual-cavab videomla baxa bilərsiniz, orada daha aydın hər şeyi demişəm yəni. Bu arada bunu da deyim ki, mən bu videonu 3-cü gün çəkirəm və bunu da düşünürəm ki, məncə, gəlin burada bir açıqlama da verim də. 6-cı sual açmamış, burada bir açıqlama deyim. Mən elə bir 6-cı gün atıram videonu. Gəlin belə danışaq da, yəni biləm ki, heç birimiz onların adı ilə demirəm. Bir 6-cı gün video atıram, bir də 1-ci gün. 1-ci günlə 6-cı gün arasında bayağı böyük bir gün var və mən o gün arasında bir dənə video çəkib, editləyib ata bilərəm. Editləyib 6-cı gün ata bilərəm. Amma ki, mənim cəmi cümlətanı təsəvvür eləyin, mən gərək ancaq vlog çəkim.
Amma sizə bir təklif sunuram. Gəlin 6-cı gündən sonra 3-cü günə çəkək bunu. Nə deyirsiniz? Belə deyim də, 1-ci gün paylaşmayım, 3-cü gün paylaşım. 6-cı, 3-cü günlər. 6-cı, 3-cü günlər. Baxın, həm araları biraz yaxın, həm biraz gec, belə yəni. Məncə daha yaxşı olar. Düz demirəm. Siz də öz rəylərinizi bildirin. Əgər çox desək ki, yox, mən istəmirəm belədir, onda elə qalacaq. Bu arada topluluqda paylaşacağım bunun haqqında. Baxaq görək. Neçə əmin uşağı var? Bir dəqiqə. Bunu yazan şeydir. Yazan mənim bibimdir, yəni əmin həyat yoldaşı. Orada demişdi ki, adlarını da yaz. Amma həqiqətən çox üzr istəyirəm, adlarını deyə bilməyəcəm. Çünki bu onların şəxsi məlumatlardır və mən bunlara sayğı duymalıyam və onlar istəmədiyi sürəcə onların adlarını bura verə bilmərəm. Amma 3 dənə əmin uşaq var. Üçü də qızdır. Bu sualı yazmağım məncə biraz maraqlı olar deyə düşünmüşdüm. Adım Fatimə olmasaydı hansı ad olmağını istəyərdin? Hansı ad olmağını istəyərdim? Mən daha çox Melisa adı mənə çox qəşəng gəlir. Həqiqətən çox da gözəl səslənir məncə Melisa. Amma ki mənim adıma bacım qoyub və 2 yaşında bir uşaqdan Melisa adını gözləyə bilməzdim. Amma ki mən öz adımdan çox məmnunam. Yaxşı ki də adım Fatimədir. Yaxşı ki də siz məni belə tanımısınız. Amma olmasaydı məsələn adım Fatimə, istəyərdim Melisa olsun. Ən sevdiyim film Kardeş Takımı. Keçən dəfə Kardeş Takımı ilə bağlı bir dənə vlog paylaşmışdım. O da olmadı. Onu paylaşa bilmədim. Daha doğrusu paylaşdım. Silindi. Bilmirəm, kəsit var idi orada biraz kinodan falan amma. Silindi. Ən sevdiyin Azərbaycan mahnısı. Azərbaycan mahnısı bir dəqiqə. Bir dənə gözlüyün şeyliyim. Onun adına baxım dəqiq. Adına baxdım, gəldim. Aydın Sani, get gedirsənsə. Mən mahnı listemdə də var. Həqiqətən çox qəşəng mahnıdır, çox xoşlayıram onu. Həm belə ritmi qəşəngdir, həm də belə xoşlayıram o mahnını. Mahnının istəyirsiniz bir də nəqərətini deyim, amma səsim biraz pis ola bilər. Bəlkə də bilirsiniz, bilməm. Get gedirsənsə, arxana baxma, geri dönmə, bir ölən üçün yas tutaram. Göz yaşımı tez gəl üçünsün. Neyse, tez gəl üçün deyə arxanca su ataram. Sənsə, get gedirsənsə. Bu arada buradan sizə bunu da duyurmaq istəyirəm ki, bundan sonra istəyirəm ki, hər biriniz istəyənlər videolarımın altına öz adlarını yazsın. Adlarını, soyadlarını yazsın və mən onları sonra oxuyum, adlarınızı oxuyum oradan və həm siz adınızı eşitmiş olarsınız, həm də mən sizi tanımış olaram yaxından. Düz demirəm, məni tanıyanlar, mənlə yaxın olanlar, hamınızdan istəyirəm. Əgər istəyirsinizsə bu arada. Bir də nə deyirdim? Bir də ki, keçən dəfə 8 mart vlogunun altına bir dənə izləyicim yazmışdı ki, Zəhra Hüseynovaya salam göndərərsən bir videoda. Əlbəttə ki, göndərərəm. Zəhra Hüseynova, buradan səni çox sevdiyimi demək istəyirəm. Həqiqətən bu mənim üçün böyük bir şeydir. Nə qədər də adını çəkmiş olsam da bu mənim üçün böyük bir sevinc oldu. Çünki məni tanıyanların daha çox çoxaldığını bilmək məni daha çox sevindirir. Və buradan sənə bol-bol öpücüklər, bol-bol kalp göndərirəm. Səni çox sevirəm. Zəhra Hüseynova. Bunu da deyim. Yəni, niyə soyadlarınızı deyirəm? Çünki adlar çox var elə məncə. Çəkərkən ən əyləndiyin video. O videonun qabaq fotoğrafını tapsam bura qoyacağım ya da ki, qoyaram elə. Bu video. Deməli, deyim adında figur boyama challenge. Orada bacımla həqiqətən çox əylənmişdi. Onun bir ikisi var, biri var. İkisinə də baxa bilərsiniz. İkisi də kanalımda var. Biri bu, biri də bu. Hələ suallarımız var. Ən sevdiyin bayram. Bir söz deyim. Ya Novruzdur ya Ramazan. Hansı olsun? Hansı olsun özdə.
İkisini də sevirəm. İkisi də olsun. Ramazan və Novruz bayramlarını çox sevirəm. Həqiqətən Ramazanın ayrı bir mənə qatdığı sevinç var. Çünki Ramazanda oruç falan tuturam. O məni çox sevindirir. Novruzu da çox sevirəm. Bu Novruzla Ramazan bir günə düşür, bir vaxta düşür, amma heç nə olmaz. Ən sevdiyin aktivite. Bunu da bir izləyicim yazmışdı. Ən sevdiyim aktivite sizə video çəkməkdir. Amma ondan ziyadə məsələn nə olar, nə eləmək olar? Elə sizə video çəkməkdir. Video çəkmək. Elə sizə video çəkməyəndə də atmadığım videolar olsa belə yenə də video çəkirəm. Çünki çox sevirəm. Yəni belə uzun yox, shorts kimi falan çəkirəm, amma atmıram. Ən çox sevdiyim kino, söz. Yəni bu demədən də heç dəyişməyəcək. Çünki yəni uşaqlıqdan tutulduğum kinodur da, neyə bilərəm. Hətta yay vloglarında görəcəksiniz ki, mən oturub belə sözə baxıram. Televizorda. Ən sevdiyim kitab. Ən sevdiyim kitab Balaca Şahzadə. Balaca və Karlson var idi mənim oxuduğum kitabların arasında. Mən həmişə Balaca Şahzadəni Balaca və Karlsondan qarışdırıram. İkisini də çox sevirəm, amma Balaca Şahzadəni daha çox sevirəm. O kitabı alıb oxumağınızı tövsiyə edirəm. Çox maraqlıdır. Amma axırında biraz adamın gözləri dolur. Ən yaxın 3 dostun sinifdən. Xahiş edirəm sinif yoldaşlarım. Heç biriniz qırılmayın, inciməyin. Hamınızı çox sevirəm. Amma ən yaxın olduğum 3 qız var. Zəhra Musayeva, Gülay, bir də Xədicə. Zəhra niyə soyadını dedim? Çünki yəni bizim sinifdə başqa bir Zəhra da var, ona görə. Digərlərinin soyadını deməyəcəm. Bu 3 qız. Zəhra, Gülay, Xədicə. Üçündən daha çox yaxınam. Və daha çox yaxşı anlaşıram. Əlbəttə ki, digərlərini də çox sevirəm. Ən sevdiyin salat. Keçən dəfə mən bizdə yəni ki, çox evdə stacni deyilir, amma onun əsl adı paytaxt salatda, yəqin ki, bilirsiniz. Mən paytaxt salat əvəzinə stacni demişdim, amma Sezarı daha çox sevirəm. Stacni də sevirəm. Paytaxt salatını da sevirəm, amma Sezar daha dadlıdır. Ən sevdiyim 3 əşya. Telefon, ayna, bir də belə takı. Məsələn, üzüydü, boyun bağıdır, qol bağıdır. Məsələn, baxın, qolumda 3 dənə qol bağı var, bir dənə də saadım. Üçüncüsü burada. Bunu bu arada sinif yoldaşım hədiyyə eləmişdi. Aysun hədiyyə eləmişdi. Bundan da onu öpürəm. Bu şir bürcüdür. Bunun üstündə şir bürcü var. Göstərə bilməyəcəm. Bu var. Nəysə də var. Yəni çox sevirəm. Bu 3 əşyanı sevirəm. Telefon çünki sizə video çəkirəm. Hansı futbol komandasını tutursan? Azərbaycandan Qarabağlıyam. Amma ki türklərdən Qalatasaray. Xarici tutmuram. Xaricilərə elə çox baxmıram. Ən sevdiyin Aktyor Söz kinosundan Tolga Sarıtaş. Yavuz deyəcəydim. Sözə baxanlar bilər də yəni. Mən oradakı Tolga Sarıtaş Yavuza vurum. Yavuzu çox sevirəm. Amma yəni həmişə də onun adı gəlir də. Yavuz gəlir birinci ağlıma. Amma sonradan adıma düşür öz adı. Ən sevdiyin yemək kebab. Ben kebab aşığıyım. Ne kadar sual getdi. Yox. Axırda biləcəksiniz bu arada niyə yox dediyimi. Yəni ən sevdiyim müəlliməm. Düzdür, dərsini çox sevməsəm də oxuyuram. Yəni amma ki Təzəgül müəlliməm, ingilis dili müəlliməm. Müəlliməm buradan baxın sizə. Sizi çox sevirəm. Öpürəm sizi. Ən sevdiyim fast food, burger, hamburger. Nə deyirsiniz ondan? Son 1, 2, 3, 4, 5, 6 sual. Ən sevdiyin 3 rəng. Baxın,
Mənim ən sevdiyim 3 rəng. Bu arada biri ən sevdiyin rəng yazmışdı. Ən sevdiyim 3 rəngi yazdığım üçün rəngi yazmamışam. Deməli, yaşıl, ağ, qırmızı. Yaşıl, ağ, qırmızı. Sizə hansı bayrağı xatırladır? Məncə İtalyan bayrağını. İtalyan bayrağı mənim ən sevdiyim 3 rəngdir. Belə mən belə, yəni məni daha yaxın olduğum insanlar deyirəm ki, İtalyan bayrağından yanında saxlaya bilərsən. Ən sevdiyim mahnı. Bunda da Türk nəzərdə tutulur çünki Azərbaycan mahnısı çıxdı. Amma 988 Ürəyim ağlar. Onu da gözəl səsimdən qoyun onu da oxuyum. Yıldızlar kayar, sensin ilk diləyim, göz yaşım akar, senle hep düşlerim. Dırıdıdıdıt. İşte gidiyor böyle. Böyle Türk diline dönüş. Hansı pişiğini daha çok seversen? Bunu özüm yazmışam. İkisini de çok severim ama ben daha çok Leo'ya bağlanıram. Yani bilmem niye ama daha çok Leo'ya bağlanmışam artık. Ama ben çok severim o pişiği. Niye bilmiyorum. En sevdiğin 3 heyvan. Tam Leo'nun üstüne düştü. 3 heyvan. Bir dakika. Pişik. Ben itləri sevirəm bu arada. Ben itlərdən qorxuram. Pişik, dovşan, panda. Zürafa da olabilir. Pingvin de olabilir. Ben bilmem. Çok hayvan sevirəm. Ben hayvan severəm. En sevdiğin 3 dijital platforma. Yani platformada mesela uygulama. Belə deyim. Bir YouTube. Çünkü size buradan içerik üretirim. CapCut oradan editləyirəm. Pinterest oradan da şəkil falan tapıram. Belə yani. En sevdiğim maşın markası BMW ya da Tesla. Ama BMW. Ben uşaqlığımdan BMW'yi dəhşət çox sevirəm. En sevdiğin ders. 2 dənə deyəcəm. Azərbaycan dili və coğrafiya arasında gedib gəlirəm. İkisini də çox sevirəm həqiqətən. Amma burada əlbəttə ki birini seçməm lazım olsa Azərbaycan dilini seçərəm. Çünki Azərbaycan dili öz doğma dilimizdir. Gəlin axırıncı bu hər birinin hamısından fərqli olan bu sualı açaq. Bu sual mənə deyil, bu sual sizədir. Abunə olub, like atıb, yorum yazıb, bildirişləri açmısınız mı? Açmısınız? İşte bunu. Eşitdim ki hə dediniz. Eləyin onda. Gözləyirəm, eləyə bilərsiniz. Məncə elədiniz. Bayaq dediyimə görə artıq demirəm. Bu arada sizdən bir şey soruşmaq istəyirəm. Məni daha çox hansı videolarda görmək istəyirsiniz? Xahiş edirəm, kommentariyada yazın. Yeni abunələrim, köhnə abunələrim fərq eləmir. Hamınız yazın. Daha çox hansı vloglar, hansı challenge'lar gəlsin. Məsələn, mən istəyirəm ki bir gün deməyim. Əgər o çıxsa o videonu çəkəcəm. Deməyim, onu çəkəcəm. Amma challenge'lar çəkmək çox istəyirəm. Çünki ancaq vlog sizə sıxmaq istəmirəm. Mən indi qaçım bu video. Axırıncı sualımızı da şeylədiyimizə görə artıq mən buraya yığırdım bu arada. Gəlin bu qutunu gələn il sizinlə bir yerdə açmaq üzrə ağzını bağlayaq. Gəlin dəfə bunu sizlə yenə açacağım. Onu editləyim sizə, atım sizə baxın. Deməli, bir də deyirəm, kanala abunə olub, videomu bəyənmişsinizsə videoya like atıb, yorum yazıb, bildirişləri açmağı unutmayın. Çünki hamısı vacibdir. Mənim sizin daha çox qabağınıza çıxmam üçün hamısı vacibdir. Gələn videolarda görüşmək üzrə.